Salam, hər birinizi xoş gördük. Əziz müəllimlər və abituriyentlər. Bildiyimiz kimi bu il mövsümün ilk blok imtahanının suallarını təşkil elədi OTK. Bugün, yəni 26 oktyabr 2025-ci ildə artıq ilk blok imtahanı təşkil olundu və 4-cü qrupların biologiya suallarını görürsünüz ekranda. Gəlin həmin suallara birlikdə baxaq, cavabları isə birlikdə təyin eləyək. Suallara aydınlıq gətirmək istəyirəm mən, Şəlalə İbrahimova. Siz də bilirsiniz ki, sualların etalon cavabları hələ çıxmayıb. Biz etalon üzərindən heç bir zaman cavab hazırlamırıq. O müəllimlər ki, etalon üzərindən cavab hazırlayır, onlar sözsüz ki, qüsursuz görünə bilər. Lakin etalon hazır olmadıqdan əvvəl izah verən müəllimlərin əlbəttə ki, müəyyən qədər qüsurları olması normal bir haldır. Suallar maraqlı təşkil olunmuş suallardır, məntiqi suallar var. Gəlin birlikdə suallara baxaq. Beləliklə, birinci sualda Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Euler-Venn diaqramında bizə qırmızı bakteriya və yaşıl bakteriya göstərilmişdir. Gəlin, uyğun bəndləri uyğun hissələrə qeyd edək. Fotosintez prosesində hidrogen mənbəyi kimi hidrogendən istifadə edir. Əlbəttə ki, yaşıl bakteriya. Fotosintez prosesində hidrogen mənbəyi kimi hidrogen sulfitdən istifadə edir. Qırmızı bakteriya. Fotosintezin sonunda su molekulu əmələ gəlir. Hər iki prosesin sonunda su molekulu əmələ gəlir. Fotosintezin sonunda kükürd əmələ gəlir deyirsə, bu qırmızı bakteriyanın fotosintezidir və prosesin sonunda monosaxarid əmələ gəlir. İstəyir qırmızı bakteriya, istəyir yaşıl bakteriya, fotosintezi glikozanı sintez eləmək üçün həyata keçirir. Beləliklə, monosaxarid hər ikisində əmələ gəlmiş oldu. 1-ə 2, 4, 2-yə 1, 3-ə isə 3, 5 cavabı A bəndində verilib. İkinci suala keçirik. Yetkin qıcı bitkisini xatırlayırıq və xatırlayırıq ki, yetkin qıcının özü diploiddir və yerüstü gövdəsi olmur. Bu çox önəmli bir fikirlərdir. İndi isə gəlin suala baxaq. Sporofit nəsildir. Bəli, yetkin qıcının altında, demək, sporangen içərisində sporlar yetişdiyinə görə sporofit nəsildir. Doğru fikirdir. Gametofit nəsil götürə bilmərik. Gametofit nəsil protaldır. Yerüstü dik duran gövdəyə malikdir fikrini götürə bilmərik. Çünki qıcının yerüstü gövdəsi yoxdur, onun torpağın altında kökümsovu var. Sporları diploiddir, doğru fikir deyil. Sporlar həmişə haploid olur. Saçaqlı kök sisteminə malikdir, bəli. Demək, qıcı kimilərdə toxum olmadığına görə onlarda milkök yoxdur və əlavə köklərdən çoxlu köklər təşkil olunub, beləliklə saçaqlı kök sistemi götürmək olar. Ribosom erentesi haqqında doğru fikir istəyir. Polipeptiddir, xeyr. Ribosom erentesi zülal deyil ki, polipeptid olsun. Xromosomun əsas tərkib hissəsidir. Ribosom erentesi ribosomun əsas tərkib hissəsidir, xromosomun yox. Amma DNT üzərindən sintez olunurmu? Bəli. İstəyir ribosom erentesi, istəyir məlumat erentesi, istəyir də nəqliyyat erentesi olsun, hər üçü DNT üzərindən sintez oluna bilər. Zülalın sintezində iştirak etmir deyir. Ribosom erentesi ribosomun daxilində olduğuna görə zülalın sintezində iştirak edir. Amin turşularını ribosoma daşıyır fikri isə nəqliyyat erentesi haqqında doğrudur. 4-cü sualda hüceyrədə insulin zülalının biosintezində minimum neçə növ nəqliyyat erentesi iştirak etməlidir? 9-cu sinifdə insulin haqqında məlumatda bu qeyd olunub ki, insulin 18 növ müxtəlif amin turşusundan təşkil olunub. Oradakı amin turşularının sayı 51 olsa da, növ müxtəlifliyi 18 götürülür. Uyğun olaraq 18 növ müxtəlifliyində amin turşunuz varsa, elə onu daşıyan nəqliyyat erentesinin də növ müxtəlifliyi 18-ə bərabər olacaq. Əgər spermatogeniz zamanı yetişmə zonasına daxil olan hüceyrələrin sayı, oogeniz zamanı yetişmə mərhələsinə daxil olan hüceyrələrin sayından 2 dəfə çoxdur. Deməli, spermatogeniz zamanı yetişmə zonasına mən 2x-la işarəliyim, oogeniz zamanı yetişmə zonasına daxil olan hüceyrələri x-la işarəliyim. Və sonra deyir ki, yumurta hüceyrələrin sayı bütün qametlərin hansı hissəsini təşkil edir? Biz də bilirik ki,
Spermatogenez zamanı yetişmə zonasına neçə hüceyrə daxil olursa, onun 4 misli qədər, yəni 8x qədər qamet əmələ gələcək. Amma yumurta hüceyrədə, yəni oogenezdə isə neçə hüceyrə daxil olubsa, o qədər qamet. Mənim ümumi qamet sayım oldu 8 və x burada, 9x qədər qametim var. Yaxşı, bəs yumurta hüceyrə bunların neçədə biridir? 9 dənədən biri yumurta hüceyrədir. 9'da 1 cavabı doğrudur. Bir qadının 3 müxtəlif yumurta əkizi dünyaya gəlib. 3 müxtəlif yumurta əkizi mayalanmada iştirak edən hüceyrələrdə cəmi neçə xromosom olar? 3 müxtəlif yumurta əkizi varsa, 3 yumurta hüceyrə və uyğun olaraq 3 spermatozoid iştirak eləmişdir. Beləliklə 6 qamet iştirak eləyib. 6 qametimizi də vurarıq 23'ə, çünki qametlərin xromosom sayı 23'dür. 138 cavabı almış olduq. DNT molekulunda adenin və sitozinin cəmi timinlə guaninin cəminin nisbəti necə olar? Əgər düstur çıxartmaqda çətinliyiniz varsa, uyğun rəqəmlər qoyaraq daha aydın bir mənzərə ilə qarşılaşmış olarsınız. Adeninin sayını mən 50 götürüm və uyğun olaraq timinin də sayı 50'dir. Guaninin sayını fərqli götürüm, 70 götürüm, uyğun olaraq sitozin də 70'dir. Gəlin baxaq, adeninlə sitozinin cəmi 50 ilə 70'in cəmi mənə 120 verər, timinlə guaninin cəmi də yenə 50 ilə 70'in cəmi mənə 120 verər. Beləliklə 120'nin 120'yə nisbəti 1'in 1'ə nisbətidir. İnsanın nəsil ağacında resesiv genlə nəslə ötürülən bir əlamət göstərilib. Qara ilə işarələnmiş fərdlərdə fenotip üzə çıxır. Yəni, qara ilə işarələnmiş fərdlərin üzərinə kiçik A-lar yazaq. Çünki deyir ki, resesiv genlə ötürülən bir xəstəlik göstərilir. Və nömrələnmiş fərdlərdən hansının heterozigot olduğunu əminliklə söyləyə bilmərik. Gəlin baxaq. Bunun üçün mən hər bir xananın üzərinə genotip yazmalıyam. Kiçik A-ları nə ilə işarələsəm, uşaqlardan biri xəstə olsun. Əlbəttə, mən burada dominant homozigot yazsam, uşaqlardan heç biri xəstə olmaz. Ona görə də heterozigot və dominant əlamət daşıyan gen yazmalıyam. Deməli, bunun bir nömrəli fərdin genotipi heterozigotuymuş. İkinciyə baxıram, ikisi də sağlamdır. Yəni, ikisi də sağlamdır, amma uşaqlardan xəstə doğulub. Beləliklə, məcburən mən bunları heterozigot yazmalıyam. Əgər mən bunların birini homozigot yazsam, baxın, homozigot yazsam, bu zaman xəstə uşaqlar meydana gəlməyəcək. Uyğun olaraq mən məcbur şəkildə bunların hər ikisini heterozigot yazmalıyam ki, nəsildə resesiv əlamət üzə çıxsın. İndi 4 qaldı, bir də 3. Uyğun olaraq mən 3'ü bilirəm ki, böyük ya, kiçik yadan, böyük ya, kiçik ya ilə kiçik yanı çarpazlaşdıranda elə valideynlərin genotipi alınır. Deməli, 3 də heterozigotdur, 2 də heterozigotdur. Qaldı 4 yoxsa 5. Baxın, mən böyük ya, kiçik yanı 3'ü bilirəm. Yəni, heterozigot genotipli valideyni elə bir genotipli valideynlə evləndirməliyəm ki, xəstə uşaq meydana gəlsin. Məcburən heterozigot götürməliyəm ki, heterozigotdan. Deməli, 4 də getdi. Amma böyük 5'də biz böyük 5'in yerinə mən bu demək, belə də yaza bilərəm, görürsünüz, belə də yaza bilərəm. 5'i əminliklə heterozigot olduğunu deyə bilirəmmi? Deyə bilmirəm. Amma 1'in, 2'nin, 3'ün, 4'ün əminliklə heterozigot genotipli olduğunu söyləyə bilirəm. Nə xlomidominada da, nə də amöb hüceyrəsində olmasın. Yəni, elə bir struktur seçin ki, nə xlomidominada, nə də amöb hüceyrəsində olsun. Əlbəttə ki, xloroplast cavabını seçərəm. Qamçı xlomidominada var, plazmatik membran hər ikisində, həzm vakualı amöbdə olar, hüceyrə divarı isə xlomidominada olar. Hər ikisində olmayan xloroplast olar. Ali bitkilərə məxsus xüsusiyyətdir. Nukleotidin sxeminə əsasən nuklein turşularının tərkibinə daxil olan monomerlərdəki A-nın növ müxtəlifliyi. Bu nukleotiddir. Siz də bilirsiniz ki, A, B, C ayrı-ayrı hissələrdir. A azot əsasıdır. B karbohidratdır, C isə ortofosfat turşusudur. Mənə deyir ki, nukleotidlərin sxeminə əsasən, nukleotid deyəndə mən nəyi nəzərdə tuturam? DNT-ni və RNT-ni. Azot A-nın növ müxtəlifliyini istəyir.
Hər ikini, həm DNT-ni, həm RNT-nin azot əsaslarını nəzərə alsam 5 dənədir. Azot əsaslarının növ müxtəlifliyi 5-dir. B-nin növ müxtəlifliyi isə, baxın, DNT-dəki nukleotidlərdə riboza, DNT-də dezoksiribozadır, RNT-dəki nukleotidlərdə ribozadır. Karbohidratın növ müxtəlifliyi nukleotid daxilində mən 2 bilirəm. Bunlar arasındakı fərqi istəyir, cavab 3. Hansı genotip düzgün göstərilməyib deyir mənim üçün? Baxaq, baxın, genotipdə əsas önəmlidir ki, alel genlər qarşı-qarşıya yazılsın. A-lar düzgün yazılıb, amma B geninin qarşılığında S yazılması düzgün deyil. Digərlərinə baxaq. Baxın, alel genlər qarşı-qarşıyadır, digərlərində uyğundur, lakin A bəndində uyğunluq, genotip düzgün verilməyib. Heterozigot sarı hamar noxudun öz-özünə tozlanması zamanı, heterozigot sarı noxud, böyük A, kiçik A, böyük B, kiçik B-ni öz-özünə tozlandırması zamanı hər iki əlamətə görə homozigot fərdlər. Hər iki əlamətə görə homozigot fərdlər 4 ədədidir. Gəlin elə hər iki əlamətə görə homozigot fərdləri yazaq. Böyük A-lar, böyük B-lər 4 olduğunu demək yazılı şəkildə göstərək. Böyük A-lar, kiçik B-lər, kiçik A-lar, böyük B-lər, kiçik A-lar, kiçik B-lər. Doğrudan da hər iki əlamətə görə homozigotlar 4 ədəddir. Diheterozigotlar da 4 ədəddir. Bax, diheterozigotlar da bulardır. Onlar da 4 ədəddir. Bir əlamətə görə heterozigot olanlar isə 8 ədəddir. Beləliklə 4, 4 bölək 8 mənə 1 bölək 1 bölək 2 cavabını vermiş olar. İnsanın rüşeyminin inkişafı zamanı baş verən prosesləri ardıcıllıqla göstərin deyir. İki qat rüşeymin yaranması, kürə şəkilli blastomer topalarının yaranması, bax birinci 2 olacaq, toxuma və orqanların formalaşması, mezoderma qatının yaranması. Əvvəlcə mezoderma qatı yaranmalıdır, sonra toxuma və orqanlar. Blastomerlər əmələ gəlir, sonra bir qatlı rüşeym, sonra 2 qatlı rüşeym. Uyğun olaraq mən 2-ni seçirəm, sonra 2 qatlı rüşeymi, sonra mezoderma qatı, sonra toxumalar. Ona görə Y bəndi mənim fikrimcə uyğun olar. İnsan orqanizmində suyun kütlə payı harda daha çoxdur? Qan plazmasında. Qan plazmasının 90-92%, sümüyün 20%. Əzələlər də bədən hüceyrəsi olduğuna görə düşünürəm ki, 80% olar. Baş beyində 85, qaraciyərdə də 75-80% olar. Ən çox kütlə payı çox olar qan plazmasında. Baxın, qan demir, qan plazması dediyinə görə 90% ilə onu seçmiş oldum. Cədvəldə şimpanzenin 2 eni bərabərdir. 48 nüvəsində 2 eni bərabər 48 olan canlıdır, şimpanzedir. Meyozun müxtəlif mərhələlərində xromatid, meyozun hansı mərhələlərində? Birinci metafaza, birinci anafaza, ikinci metafaza, ikinci anafaza mərhələsində mənə xromatid verib, xromosom verib və xromosomlara birləşən vətər tellərini istəyir. Amma bunu X, Y, Z ilə hansının hansı olduğunu mən təyin eləməliyəm. Düşünürəm ki, düstur yazmalıyam. Metafaza 1-də mənim düsturum 2N 4C olsun. Anafaza 1-in sonunda yenə 2N 4C-dir. İkinci metafazada N 2C-dir. İkinci anafazada 2N 2C-dir. Mən xromosomları tapa bilərəm. 2N, 2N, N, 2N. Harda 48, 48, 24, 48 verilibsə, baxın, 48, 48, 24, 48. X xromosomdur. Xromosom cavabı bir burada verilib, bir də burada. Y-ə baxaq. Deməli, görürük 96, 96, baxaq. 4C, 4C, 96, 96, 48, 48. Deməli, Y-im xromatiddir. Uyğun olaraq, bax, C bəndi yerində qaldı. Gəlin Z-ə də baxaq, görək, niyə hamısında 48 olub? Doğrudan da bölünmə vətərlərinin sayı bu mərhələlərin hamısında 48-dirmi? Yoxlayaq. Bölünmə vətərləri birinci anafaza, birinci metafazada xromosomların sayı qədərdir. Tam xromatidli xromosomlar qütbə çəkiləcək. İkinci metafazada, baxın, N olduğu halda 48 yazılıb. Çünki burada xromatidlər qütbə çəkilir axı. Xromosomlar ortadan qırılacaq. Ona görə bu dəfə
Metafaza 2 ilə anafaza 2-də xromosomların sayına yox, bölünmə vətərlərinin sayı xromatitlərin sayına bərabər olacaq. C bəndi uyğundur düşünürəm. 26-cı sualda zülalın quruluş səviyyəsində hansının pozulması dönməyən denaturasiya səbəb olar? Asan sualdır. Zülalın birincili quruluşu pozulanda dönməyən denaturasiya. Birincili quruluşu da D bəndində öz əksini tapıb. Yenə genetikadır. Bunun üçün demək genotip verilib mənim üçün və neçə cür fenotip, neçə cür genotip alınar deyir. Tam dominantlıq var, amma genlər ilişiklidir deyir. Genlər ilişiklidir. Çox bizim işimizi asanlaşdırır. Çünki burada demək 2 əlamət buradadır, 2 əlamət burada. Amma baxaq. Böyük A'lar böyük B, kiçik B, böyük C, kiçik C-ni verir və uyğun olaraq o birisi genotipi də yazım. Çarpazlaşdırır. Kiçik yağlar, demək böyük B, kiçik B, böyük C, kiçik C. Və genlər ilişiklidir deyirsə, mən 2 qamet alacağım. Böyük B, böyük C, böyük, hamısı böyüklər. Böyük A, kiçik B, kiçik C. Çünki genlərimiz ilişiklidir. İndi növbəti qametimizi alaq. Yenə kiçik A, böyük B, böyük C. Pennet cədvəli qurmaq üçün demək yer açıram. Kiçik A, kiçik B, kiçik C. Və pennet cədvəlimi rahat qurub fenotip və genotipə baxa bilərəm. Böyük A, demək, baxaq burada genotipi düzmü yazdım? Aha, kiçik A'lardır, bəli. Böyük A, kiçik A, böyük B'lər, böyük C'lər. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Burada da eynidir. Kiçik A, böyük B. Demək, kiçik B, böyük C, kiçik C. Kiçik A'lar, kiçik B'lər və kiçik C'lər. Fenotip olaraq mən burada, baxın, böyük A, böyük B, böyük C varsa, harda varsa, onlar eyni fenotipdir. 2 fenotip görürəm. Genotip olaraq bu bir ədəddir, bunlar bir yerdədir və bundan 3 dənə genotip görmüş oldum. Beləliklə, 2-nin 3-ə, fenotipin genotipə nisbətini istəyir, 2-nin 3-ə nisbətini qeyd etmiş olduq. Sxemə uyğun olaraq X, Y, K və Z azot əsaslarının adını düzgün təyin edin. Bu, mənim ən bəyəndiyim sual modellərindən biridir. Baxaq. Baxın, mən görürəm ki, X 2 qat rabitə ilə Y ilə birləşir, düzdürmü? Lakin X-in hissəsi daha böyükdür. Deməli, bu adenindir də. Çünki adeninlə guaninin ölçüsü sitozinlə timinin ölçüsündən böyükdür və X adenindir. Onun qarşısında da 2 qat rabitə var. Buna görə təyin elədim ki, X adenindir. X adenin verən bənd 2 yerdə göstərilir. K, Y-də uyğun olaraq timin olacaq da. Y-də timindir. K balacadır, Z biraz böyükdür. Deməli, bu guanindir, bu da sitozin. Çünki adeninlə guaninin ölçüsü böyükdür axı. Deməli, K-nı mən götürərəm sitozin, Z-i də götürərəm guanin. C bəndi sxemə tam uyğun oldu. Növbəti suala keçək. Hüceyrəsində sitokinez prosesində aktin və miozin zülalları mühüm rol oynasın. Aktin və miozin zülallarını biz heyvanlar haqqında ya da əzələ toxumasına malik olan canlı haqqında deyə bilərik də. Qatır quyruğudur, tuyadır, laminaria, porfira bunlar bitkidir. Bunlarda əzələ toxuması yoxdur. Dəniz qozası isə bir heyvandır. Onda əzələ toxumasına rast gəlmək mümkündür. Xromosomda genlərin ardıcıllığı M, N, L, K, D və E verir. Sonra mutasiyadan sonra biz görürük ki, L sahəsi yoxdur. Bütün hərflər yerindədir, lakin L yoxdur. Baş verən bu dəyişiklik nə adlanır? Əlbəttə ki, sahənin çatışmamazlığı. L sahəsi çatışmır. Çiçəkli bitkinin yarpağının hansı hissəsində fotosintez getmir? Elə bir hüceyrə olmalıdır ki, orada yaşıl xlorofil pigmenti olmasın. Qapayıcı hüceyrələr, süngərvari, sütunvari və yarpaq lətində xloroplastlar uyğun olaraq xlorofil pigmenti var. Mexaniki liflər ölü hüceyrələrdir, onlarda xloroplast olmur. Polisaxarid deyil deyir.
Pektindir, xitindir, nişastadır, glikogendir, polisaxariddir. Sistein uyğun olaraq nə oldu? Polisaxarid olmadı. Adadovşanın tükünə görə epistazdır və diheterozigot adadovşanı götürür. Diheterozigot istəyirsə böyüksə, kiçiksə, böyüyə, kiçiyə. Bunu dihomozigotla və resessivlə çarpazlaşdırır. Kiçik seylər, kiçik yağlarla çarpazlaşdıraram. Alınan fərdlərin neçə faizi qara olur? Deməli, biz bu hissədən yazaq 4 dənə qamet verəcək. Zaten bu 1 qamet verər. Kiçiksə kiçik yağ. Ona görə bu hissədən də böyüksə böyük yağ, böyüksə kiçik yağ, kiçiksə böyük yağ, kiçiksə kiçik yağ yazaram. Və qametlərin yerini dəyişik yazdım. Ona görə ki, yer dardır. Yenə də amma bu cavaba təsir eləməyəcək. Deməli, gəlin burada kiçiksə olduğu üçün bir balaca bunu balaca göstərim ki, eyni ölçüdə görsənməsin. Aha, sildim. Gəlin təzdən silək. Eybi yox. Yenidən yazaq. Böyüksə, kiçiksə, böyük yağ, kiçik yağdır. Kiçik seylər kiçik yağlarla çarpazlaşdırıram. Deyirəm ki, bu hissədə mənim ərazim böyükdür. Ona görə bunun qametlərini bura yazıram. Böyüksə böyük yağ, böyüksə kiçik yağ, kiçiksə böyük yağ və kiçiksə kiçik yağ. Zaten burada da kiçiksə kiçik yağ yazıram. Burada çarpazlaşma zamanı böyüksə kiçiksə böyük yağ, kiçik yağ. Nə istəyir? Qara dovşan istəyir. Bu bozdur. Böyüksə, kiçiksə kiçik ağlar. Qara dovşan budur. Sonra kiçik seylər, böyük yağ, kiçik yağ. Ağ dovşan, kiçik seylər, kiçik yağlar, yenə ağ dovşan. Qara dovşan 4 fərddən biridir. Uyğun olaraq faizlə istədiyinə görə 25%. Fragmentasiya baxırıq. Fragmentasiya nə idi? Qeyri-cinsi çoxalma forması idi. Bir valideyn fərd iştirak eləyirdi. Bir fragmentdən bütöv bir bədən əmələ gəlirdi. Baxaq, hansı fikirlər fragmentasiya üçün doğrudur? Cinsi çoxalmadır, xeyr. Əsasən oturaq həyat tərzi keçirən canlılar üçün xarakterikdir. Bağırsaq boşluqlardır, sonra süngərlərdir. Bir də ağ planaridir. Bunlarda oturaq həyat tərzi keçirilir. Əsasən dediyinə görə, bir də ağ planaridə də var, lakin ağ planari oturaq həyat tərzi keçirmir. Amma əsasən dediyinə görə düşünürəm ki, mən 2 götürməliyəm. Adətən 2 fərdin iştirakı ilə, xeyr, canlının bədən hissəsi ilə çoxalmasıdır, düzdür. Süngərlər, dərsi tikanlar, bağırsaq boşluqlarda var, bəli. Düşünürəm ki, 2, 4 və 5. Yenə xatırladıram ki, ağ planari ola bilsin oturaq həyat tərzi keçirməsin, yırtıcı olsun. Amma əsasən dediyinə görə mən 2 bəndini götürürəm. Drozofil milçəyinin bir nüvəli somatik hüceyrəsində drozofil milçəyinin 2N-i bərabər idi 8-ə. Bir nüvəli somatik hüceyrəsində profazada somatik hüceyrədə 2N4C, metafazada 2N4C və anafazada 4N4C götürdüm. Olan xromosomların cəmini istəyir. Xromosom istəyir, bax bu hissələri cəmliyim. 8N oldu. 8N də bərabərdir 8 vuraq 4-ə. Yəni cavab 32-yə bərabər oldu. Çünki N-i 4-ə bərabərdir. Canlının bir nüvəli somatik hüceyrəsində olan autosom xromosomların sayını, ardıcıllığını yazın. Amma azalması ardıcıllığı ilə yazın deyir. Azalması ardıcıllığı ilə ev toyuğu 2N-i 78-dir. İnsanınkində 46-dır. Drozofildə 2N-i 8-dir, amma autosom xromosomlar. Ev pişiyində isə, səhv etmirəmsə, 38 olmalıdır. Autosom xromosom istəyirsə, somatik hüceyrəsində deyir, 2 çıxacam. 36-dır, 76-dır, 44-dür və 6-dır. Mən autosom xromosomlarının azalması istiqamətdə yazmaq istəyirəmsə 3, sonra yazaram 2, sonra yazaram 1, sonra 4. Uyğunluğu müəyyən eləyin. Əvvəlcə hansı orqanoidlər olduğunu təyin eləyək. Görürəm ki, 2 demək bir də endoplazmatik şəbəkədir. Holcidir və mitoxondridir. 2 membranlıdır sözünü mitoxondriya yazacağım. 2 tipdə olur.
Burada endoplazmatik şəbəkə. Plazmatik membranın təzələnməsində iştirak eləyir Golgi. Enerji ilə təmin eləyir mitoxondri. Lizosomun formalaşmasında iştirak eləyir Golgi. 1-ə oldu B, 2-yə C və E, 3-ə A ilə D. Deməli, situasiyaya gəldik. Beləliklə, situasiya tapşırığındayıq. Fotosintezdə iştirak edən amillərdən birinin vacibliyini sübut eləmək üçün təcrübə aparırlar. Bitkini 3 gün qaranlıqda saxlayırlar. Hər iki tərəfinə qara kağız birləşdirirlər və onun müəyyən hissəsi görünsün. Yəni, adətən bu təcrübəni 6-cı sinifdə aparılır, var kitabda. Qara kağızla elə örtürlər ki, onun müəyyən hissəsi görünsün və bitki 12 saat günəş işığında saxlanılır. Yarpaq qoparılır, 12 saatdan sonra yarpağı qopardırlar və qara kağızı çıxardırlar. Əvvəlcə qaynar suya, sonra isə spirtə saxlayırlar. Yarpaq su ilə yuyulur, üzərinə zəif yod məhlulu tökülür. Üzərinə yod məhlulu əlavə eləyəndə yarpağın hissəsinin rəngi necə dəyişir? Deməli, bitkini qaranlıqda saxlayıblar və sonra 12 saat işıqda saxlayıblar. Yarpağın hansı hissəsindəki qara kağız var idi, o hissəsi göyərməyəcək, rəng dəyişməyəcək. Amma hansı hissəsinə ki, günəş şüası düşürdü, o hissəsində nə olacaq? Nişastanın təyin edicisi yod mavi rəngə boyanacaq. Yenə deyirəm, yarpağın günəş şüası ilə təmasda olduğu yer yodun təsirinə mavi rəngə boyanacaq. Çünki orada nişasta var. Cavabınızı əsaslandırın. İşıq düşən yerdə demək nişasta yaxud da ki glikoza, glikozadan da nişasta əmələ gəlir də. Bu təcrübə fotosintezdə hansı amilin vacibliyini sübut eləyir? Əlbəttə ki, işığın. Necə sübut eləyir? Çünki baxın, yarpağın qaranlıq, qara kağızla örtdüyünüz hissəsi göyərmir, amma günəş şüası düşən hissələri göyərir. Bu da işığın vacibliyini göstərir. 3 gün qaranlıqda saxlamasının səbəbi nədir? Axı yaşıl yarpaqda ehtiyat halında toplanan nişasta var. Onu 3 gün qaranlıqda saxlayırlar ki, bitki o nişastanı tam istifadə eləsin. Yəni, o nişasta orada sıfırlansın. Tədqiqat üçün yarpağın açıq qalan sahəsi 50 kvadrat santimetrdir. 50 kvadrat santimetrdir. Təcrübə müddətində həmən sahəyə düşən günəş enerjisinin miqdarını hesablayın. 50 kvadrat santimetri əvvəlcə biz metrə çevirək. Çünki neynəməliyik? 50 kvadrat, bizdə fotosintezdə 1 kvadrat metrdə 1 qram üzvü maddə əmələ gəlir. Çünki bizə məsələnin şərtində santimetrlə verir. Əvvəlcə kvadrat metrə çevirək. Biz bilirik ki, 1 kvadrat metrimiz, demək kvadrat metrlə verdiyimizə görə adətən 1 metr 100 santimetr olur. İndi kvadrat metrlə verdiyinə görə bunun kvadrata yüksəldir. 10 üstü 4 kvadrat santimetrə bərabərdir. 50-ni mən 10 üstü 4, yəni 10 minə bölüm. 50-ni bölüm 10 minə ki, kvadrat metrə çevirim. Və olacaq 0,005 kvadrat metr. İndi kvadrat metrimizdə 12 saat işıqlanma olub. Görək nə qədər üzvü maddə əmələ gəlib. Bunu da vuranda 0,06 qram üzvü maddə əmələ gəlmiş oldu. Üzvü maddədə toplanan enerji üçün karbohidratdır. 17,6-ya vururuq. Və o da bərabər olur. 1 tam, baxaq, bircə dəqiqə bunu vuraq. Dəqiq olsun. 17,6-ya vururam. 1 tam %56 oldu. Bax, bu üzvü maddənin miqdarı oldu. Üzvü maddədə toplanan enerji oldu. Üzvü maddənin miqdarı bax bu qədərdir. 0,6. Enerjimiz bu qədərdir. Amma bizdən günəş enerjisini istədiyinə görə təzdən rəqəmi 100-ə vururam. 100-ə də vuranda 105,6 kilojoula bərabər oldu. Beləliklə, biz 26 oktyabrda olan suallara aydınlıq gətirdim. Bir də vurğulayıram ki, suallar hazır etalonlar üzərindən yazılmır və diqqətsizliyin olması normal bir haldır. Sizin fikirləriniz mənim üçün önəmlidir. Buyurun, mədəni bir şəkildə fikirlərinizi videonun altından bildirin. Diqqətiniz üçün çox sağ olun.